Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, sizləri ilahi xitablar verilişindən xoş gördük. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Bugünkü mövzumuz Nisa surəsinin 59-cu ayəsi barəsindədir. İlk olaraq ayənin tilavətini dinləyək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا أطيعوا الله وأطيعوا الرسول وأولي الأمر منكم فإن تنازعتم في شيء فردوه إلى الله والرسول إن كنتم تؤمنون بالله واليوم الآخر ذلك خير وأحسن تأويلا. Nisa surəsinin 59-cu ayəsi olduqca önəmli bir məsələyə işarə edir. Əvvəlki bəhslərdə dediyim kimi məşhur Quran müfəssiri olan Əllamə Təbətəbai buyurur ki, Allah Teala Qur'an-ı Kərimdə müsəlmanları iki məsələyə görə daha şiddətli formada qınamış və onu Allah Rəsulü ilə, Allahla müharibə adlandırmışdır. Birincisi riba, ikincisi isə öz rəhbərlərinin kimliyi olması barəsində olan laqeydləridir. Yəni onların rəhbəri kim olmalıdır məsələsi Qur'anın olduqca təkidlə vurğuladığı bir məsələdir ki, müsəlman bir cəmiyyət rəhbərinin kim olması barəsində düşünməlidir. Ayəni qısa olaraq tərcümə edəyin. Ayə iman edənlərə xitabla başlayır. Yə əyyuhəl-ləzinə əmənu, ey iman gətirənlər, ey İslam dinini qəbul edənlər. Ətiyullah və ətiyur rəsul və ulul əmr minkum. Allaha itaət edin, onun rəsuluna və aranızdan olan əmr sahiblərinə itaət edin. Fəin tənəzətum fi şeyin, əgər bir məsələ barəsində aranızda ixtilaf etsəz, fərudduhu ilallah və rəsul. İn kuntum tu'minuna billah vəl yevmil axir. Əgər siz qiyamət gününə Allaha iman bəsləyirsinizsə və ixtilaf etdiyiniz məsələnin həlli üçün Allah və rəsuluna müraciət edin. Zalikə xayrun və əhsənu təvilə. Bu sizin üçün daha xeyirli, daha yaxşı yoldur. Bu ayənin qısa olaraq tərcüməsidir. Ayənin əsas önəmli hissəsi ulul əmrin kim olmasıdır. Təbii olaraq ayədə iki formada itaət işlənib. Bir, ətiyullah, Allaha itaət edin və ətiyur rəsul və onun rəsuluna itaət. Təbii olaraq
birinci itaət mütləqdir. Yəni, hər bir insan Allaha itaət etməlidir. Amma Rəsula itaət Allahın izni ilə baş verir. Yəni, heç bir şəxs başqa bir insana itaət etməməlidir. Çünki itaət yalnız Allaha məxsusdur. Bəli, Allahın itaətini vacib buyurduğu şəxslərə itaət etmək də Allaha itaət etməkdir. Sual, dediyim kimi, əmr sahiblərinin kimliyi barəsindədir. Əmr sahibləri kimdir və kimlərdir? Elə müsəlmanların ixtilaf etdiyi də bu məsələdir. Necə ki, ayədə Allah Teala buyurur ki, əgər Allaha və axirət gününə iman edirsinizsə, ixtilaf etdiyiniz məsələnin həllini Allah və Rəsuluna müraciət etməklə aradan aparın. Biz müsəlman olaraq ulul əmrin kimliyi barəsində ixtilaf etmişik. Elə Allah Teala özü də vurğulayır ki, bu məsələnin həll ünvanı haradır? Allah və onun Rəsulu. Allah dedikdə, yəni Qur'an-ı Kərim, yəni Qur'an-ı Kərim Allahın göstərişidir. Allahın Rəsulu dedikdə, bir zaman Allahın Rəsulu aramızdadır, diridir, onu şəxs olaraq özünə müraciət edirik. Əgər indiki dönəmdə aramızda deyilsə, onun səhih hədislərinə müraciət edirik. Demək, bir müsəlman əgər ulul əmr barəsində, onların kimliyi barəsində ixtilaf edərsə, ayədə də ixtilafın hər yeri bildirilir. Ümumi olaraq, Əhl-i Sünnə və Şiyə məzhəbində ulul əmrin kimliyi barəsində ixtilaf var. Maraqlıdır, Şiyə məzhəbi Əhl-i Sünnə ilə bu məsələdə ixtilaflıdır. Amma Əhl-i Sünnə məzhəb alimlərinin arasında da bu ayədə məqsəd kimdir? Orada fikir ayrılığı var. Ümumi olaraq 20-yə yaxın Əhl-i Sünnənin ulul əmr kimdir barəsində ixtilafı var. Yəni, Əhl-i Sünnə bir dəfə bu məsələdə Şiyyə ilə ixtilaf edir, bir dəfə öz aralarında ixtilaf edir. Şiyyənin bu ayənin nazil olduğu dönəmdən ta günümüzə qədər alimlərinin bir sözü var. Ulul əmrdə məqsəd 12 imamdır, əhl-i beytdir. Amma Əhl-i Sünnə alimlərinin ta bu ayənin nazil olduğu dönəmdən günümüzə qədər fikirləri dəyişir. İndi fikirlər niyə görə dəyişir? Həll yolu hansıdır? Dediyim kimi, həll yolunu Allah Teala vurğulayıb. Mən qısa olaraq bu məsələyə işarə edirəm. İlk olaraq Allah Teala ulul əmrə itaət etməyi istəyib bizdən. Biz bilirik ki, Allah Teala o şəxsin itaətini vacib bilir ki, həmən şəxs bizi Allaha tərəf aparsın. Allahın halal haramlarını vurğulasın. Buna əsasən, əgər bir şəxs Allahın dinini bilmirsə, Allahın hökmlərini bilmirsə, ilahi təqvaya sahib deyilsə və sair xüsusiyyətlərə malik deyilsə, Allah heç bir zaman müminləri, müsəlmanları belə bir şəxsə itaətə səsləməz. Məsəl üçün, Allah Teala özü Quranda buyurur ki, İnnəllâhe la yə'muru bil fəhşə. Allah sizi çirkinliklərə əmr etməz, dəvət etməz. İnnəllâhe yə'muru bil adli vəl ihsan. Allah ədalətə, yaxşılığa dəvət edər. Bu əsas prinsipdir Qur'an-ı Kərimdə. Demək, ulul əmr kim olmalıdır? Məsum olmalıdır. Allahın hökmünü bilən bələdçi olmalıdır. Bu Qur'an-ı Kərimdən bizim aldığımız nəticə. Qur'an-ı Kərim buyurur ki, ulul əmr şəxs olaraq açıqlamır kimdir. Amma bizə bir meyyar verir. O meyyar da budur ki, bu şəxslər məsum olmalıdır. Bu Şiyyənin, bu ayənin təhlilində ələ gətirdiyi bir məsələdir. Həmən bu təhlili Fəxr Razi özünün Təfsir-i Kəbirdə də ələ gətirir ki, bəli, bu ayədə Allah Teala məsum bir şəxsə itaət etməyi vacib bilir. İkinci hissə əmr sahiblərinin artıq nümunəsi, kimliyidir. Təbii olaraq Qur'an-ı Kərimdə belə bir kimlik yoxdur. Qur'anda bu meyyar var. Bu şəxs kim olmalıdır? Məsum, Allahın dinini bilən, Allahın hökmlərinə tam olaraq vaqif olan bir şəxs.
İkinci həll yolu nə idi? Allah Rəsuluna müraciət. Maraqlıdır ki, Allah Rəsuluna iki formada müraciət olunub. Yəni, bu ayə nazil olduğu vaxt Allah Rəsulunun özündən müstəqil soruşublar və eyni zamanda Allah Rəsulundan indi günümüzdə gəlib çıxan hədislərdə də bu məsələnin, bunların ulul əmrin kimliyi barəsində Allah Rəsulundan əlimizdə rəvayət var. İlk olaraq bunu deyim ki, Qurana əsasən bu şəxslər məsum olmalıdır. İslam dünyasında məsumluğu özü üçün kim iddia edib? Biz İslam tarixini araşdırsaq, səhvə və səhvə izləsək görərək ki, 12 imamdan başqa heç bir şəxs məsumluq iddiası etməyib. 12 imamdan başqa hər bir şəxs dini məsələlərin öyrənməsində bir müəllimi olub, bir ustad olub. Amma bu şəxslərin siz, yəni heç bir şiə olaraq yox, bir müsəlman olaraq bunların həyatını oxuyun, İmam Sadiq əleyhissalamın, İmam Baqirin, digər imamların həyatını oxuyun. Bunlar heç bir şəxsdən elm almayıblar. Heç bir şəxs iddia edə bilməz ki, İmam Cəfər Sadiq əleyhissalam gəlib mənim yanımdan dərs alıb. Dərs almaya onların Allah Rəsulundan, Quran təfsir və digər sahələrdə söylədiyi fikirlərə baxın. Dediyi elmi nəzərlərə baxın. Bu məsumluğun ən uca, ən başlıca göstəricisidir. İkinci məsələ dediyim kimi, Allah Rəsulu da bu məsələni geniş formada vurğulayıb. Mən həmən hədisi qısa olaraq siz əzlərə oxuyuram. Cabir ibn Əbdullah Ənsari hədisin Peyğəmbər sahabəsindəndir. Deyir ki, mən getdim Allah Rəsulunun yanına bu ayə nazil olundan sonra. Dedim ki, ey Allahın Rəsulu, Allah və Peyğəmbərini tanıdıq və onlara itaət etdik. Bəs əmr sahibləri kimdir ki, Allah ona itaəti öz itaəti və sənin itaətinlə yanaşı qeyd etmişdir. Deyir ki, sən indiyə qədər Allahı bizə tanıtdın. Allahın Rəsulusən, biz sənə tanıdıq. Bəs yaxşı, Allah, onun Rəsulu və onun Rəsulu ilə yanaşı itaətə vacib olan şəxslər kimdir? Ey Allahın Rəsulu. Hüzur olaraq Allah Rəsulundan soruşur. Allah Rəsulu Peyğəmbər buyurur ki, ey Cabir, onlar mənim canişinlərim və məndən sonra müsəlmanların rəhbəlidirlər. Onların birincisi Əli ibn Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra Tövrətdə Baqir adı ilə qeyd edilmiş Muhammed ibn Əlidir. Cabir, sən onu tezliklə görəcəksən. Onunla görüşəndə salamımı ona çatdırarsan. Ondan sonra Sadiq Cəfər ibn Muhammed, sonra Musa ibn Cəfər, sonra Əli ibn Musa, sonra Muhammed ibn Əli, sonra Əli ibn Muhammed, sonra Həsən ibn Əlidir. Sonra isə künyəsi, adı mənim adım. Allahın yer üzərindəki höccət və dəlili, Allahın bəndələri arasında qoruduğu bir şəxs gələcəkdir. O elə bir şəxsdir ki, Allah onun vasitəsilə öz adını bütün dünyaya yayacaq, tanıtdıracaq. O elə bir şəxsdir ki, dostlarının gözündən uzaq düşəcək. Bu qeyb şəraiti elə olacaq ki, Allah qəlbini iman ilə yoxlamayınca heç kəs onun imamətinin inamında sabit qədəm qalmayacaq. Dedim, ey Allahın Rəsulu, o qeybdə olduğu vaxt onun dostları ondan faydalanacaqmı? Allah Rəsulu buyurur ki, bəli, and olsun məni Peyğəmbər göndərənə. Buludlarla örtülməsinə baxmayaraq insanlar günəşdən faydalandığı kimi, həmən mənim nəslimdən olan da qeybdə olan zaman insanlar ondan faydalanacaq. Əzizlər, bu kimi hədislər çoxdur. Ulul əmrin kimliyi barəsində. Mən istəmirəm bu barədə bundan daha geniş formada sizin vaxtınızı alım. Müxtəlif təfsir, əqaid kitablarına müraciət edərək bu məsələni tam geniş formada oxuya bilərsiniz. Allah bizi ulul əmrə itaət edənlərdən qərar versin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.